Adil mənim yaxınlaşsın da, onlar o jurnalistlərdən danışır. Görəsən, bizə imkan verirsiniz biz sənicilərə. İmkan vermişsiniz, bizə başqa şeylər. Zərdən olmasın. Siz zəhmət olmasa çəkməyin bir dəqiqə. Qoy Adil mənim yaxınlaşsın. Adil mənim. Demək, bizim burada Milli Şuranın üzvü, məşvərət hissəsinə hüquqlu Beytullayev Şamil Zahiroğlu. Burada bizim Milli Şuranın səlahiyyətli məşvərət hissəsindən üzv olur. O, qanunu tələb edir, müəyyən hissələri tələb edir. Onu da zorla burada məhkəmənin qərarı olmadan məhkəmə sədri, katib, polisi çağırıblar, zorla buradan, onu da mənə də zəng elədi. Zorla buradan uzaqlaşdırıblar. Başa düşürsünüzü? İndi də biz gəlirik, faktı qeydə aldıq ki, hal-hazırda demək, bülletenlər saxlanılan, bax, seyf qapalı otaqdadır, kənar otaqda, olmaz. Hamının, bax, bir də xahiş edirəm, qeyd edirəm, görün, yox, buradadır bu seyf. Xahiş edirəm, baxın. Görünən yerdə... Seyf hansı otaqdadır bəs? Biz onu otaqda ayrıca bir cüzdə otaqda saxlamışam, etibarlı olsun. İstədiyi vaxt götürürlər, istədiyi vaxt qoyurlar. Müşahidəçi onu görür. Müşahidəçi onu tələb edir. Siz də bunu xahiş edirəm, görün. Bax, orada görürsünüzmü? Demək, 34 saylı məntəqə, 8 saylı dairənin. 34 saylı məntəqə.